Tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müavini İlqar Gülməmmədov, Şabran rayon icra hakimiyyətinin başçısı Asif Hüseynov, agentliyin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidmətinin idarə heyətinin sədri Zakir Quliyev, Avrasiya və Orta Şərqdə İctimai Əlaqələr, Kommunikasiya və Davamlılıq üzrə baş direktoru Elşad Fərzəliyev, EcoHub MMC-nin direktoru Tükəzban Ağababayeva, agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər. Bildirilib ki, kənddə mərkəzləşdirilən su təchizatı sisteminin yaradılması məqsədi ilə Şabran şəhərinin mövcud su təchizatı sisteminin imkanlarından istifadə olunmaqla kənddaxili paylayıcı şəbəkə inşa edilib. Sincanboyat kəndinin əhalisi 830 nəfər olmaqla günlük su tələbatı 165 kubmetr yeni yaradılan su təchizatı şəbəkəsi vasitəsilə tam təmin olunacaq. Layihə üzrə tələb olunan materialların tədarükü Coca-Cola şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilib. Tikinti quraşdırma işləri isə Regional Su Meliorasiya Xidməti tərəfindən icra olunub. Bu məqsədlə uzunluğu 6 kilometr olan su şəbəkəsi inşa olunmuş və 222 abonentə ev birləşməsi verilmişdir. Ahaliyə verilən suyun dəqiq sortunun aparılması və sudan qənaətlə istifadə etmək məqsədi ilə hər bir abonentə su sayğacı ilə təchiz edilmişdir. Sincanboyat kəndinin İsmaillə su təmin olunması üçün 2-ci Bakı su kəmərindən su götürərək Skada nasosxanasına verilir. Oradan da isə nasoslar vasitəsilə R2 adlanan su anbarına verilir. R2 anbarından isə öz axını ilə Sincanboyat kəndi içməli su ilə təmin olunmuş olur. Mən bu yeni layihənin çəkilməsində kəndin içməli su ilə təmin olması münasibəti ilə kənd sakinlərinin hamısına göz aydınlıq verərək təbrik edirəm. Onlara sudan qənaətlə istifadə etməyi tövsiyə edir və sağlam, mənalı həyat diləyirəm. Əvvəllər su problemi yaşayan Sincanboyat kənd sakinləri bu günü əlamətdar gün olaraq qeyd etdiklərini bildiriblər. Onlar artıq saf, təmiz və keyfiyyətli içməli sudan daimi istifadə edə biləcəklər. Neçə illərdir mən bu kənddə yaşayıram. Bu kəndimiz su əziyyəti tərəfindən çox əziyyət çəkirdi də. İndi çox sağ olsun hökumətimiz, prezidentimiz ki, bizə belə bir şərait yaratdı, qapılara sayğac qoydu, su ilə təmin olundu. İndi bu su qutluğu vaxtında belə bir təşəbbüslə Meliorasiya İdarəsi də çox sağ olsun əziyyət çəkdilər, uşaqlar, işləyənlər də bunu bizim kəndimiz üçün təşkil elədilər. Bəli, təmin olundu. Çox sağ olsun, hər kəsin həyatında su gəlir. Sudakı həyat mənbəyidir bildiyimiz kimi. Ona görə də təşəkkür, çox böyük təşəkkür edirik. Çox çətinliklər çəkmişik. Sağ olsun dövlətimiz bizim üçün bu şəraiti yaradıb, bizim kəndi su ilə təmin edib. Bəli, həm məktəbin yolları, həm kəndin su təchizatı bizim üçün çox gözəl mənbəydir. Biz çox sevinirik ki, bizim kəndimizdə su çox gözəl şəraitdə yaranılıb, bütün sayğaclar qoyulub. Deməli, bizim kəndi su ilə təmin edildiklərinə görə təşəkkürümüzü bildiririk. Qeyd edək ki, Şabran şəhərinin mövcud su təchizatı sistemi Şollar 2 magistral su kəmərləri vasitəsilə təmin olunur. Şəhərdə ümumilikdə 6872 abonent mövcuddur. Su təsərrüfatı infrastrukturu çərçivəsində uzunluğu 5,2 kilometr olan magistral su kəməri, 150 kilometrlik daxili paylayıcı şəbəkə, 134 kilometrlik kanalizasiya xətləri, 3 meydançada yerləşən su anbarları kompleksi, 3 nasos stansiyası və sutqalıq 10.000 kubmetr gücündə tullantı su təmizləyici qurğular kompleksi istismar edilir. Ümumilikdə isə rayon üzrə 23 yaşayış məntəqəsində 2374 abonentə su təchizatı xidməti göstərilir.